Bugün Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. O, 1-ci Qarabağ müharibəsində Ağdamın müdafiəsində göstərdiyi şücaət, Xocalı faciəsi zamanı həyata keçirdiyi humanitar xidmətlərlə yadda qalıb. Milli qəhrəmanımızın xatirəsi ehtiramla yad edilib, Ağdam torpağındakı məzarı ziyarət olunub. 1-ci Qarabağ döyüşlərinin unudulmaz komandirlərindən biri milli qəhrəman Allahverdi Bağırov. O, həm ailəsinin, həm də xalqının qismətinə yazılmış bir pay idi. Gənc oğlanın bir gün bir xalqın taleyini çiyinlərində daşıyacağını çoxları bilmirdi. O, həm də Qarabağ futbol komandasının yadda qalan üzvlərindəndir. 1970-1980-ci illərdə idman sahəsində əldə etdiyi uğurlar və komanda ruhu onun gələcək fəaliyyətinə də təsir göstərib. Qarabağ müharibəsi başlayanda Allahverdi Bağırov Vətən Oğulları batalyonuna rəhbərlik edərək Ağdamın müdafiəsində fəal iştirak edib. Onun haqqında çox danışmaq olar. Çox uşaqlığımız, yəni bir həyətdə keçirib, yəni bizim uşaqlığımızın da Allahverdi o vaxtı Allahverdi idi. Biz həmişə həm qonşu kimi, həm qohum kimi, həm Ağdamlı kimi fəxrləmişik, həm Qarabağlı kimi. Qıraqda başqa idi. Həyətdə, evdə, ailədə çox mülayim. Xocalı faciəsində məhz Allahverdi Bağırovun təsiri nəticəsində əsirlərin bir hissəsinin Azərbaycana təhvil verilməsi mümkün olub. Və bu hadisələrin içində əvvəldən axıra qədər bilirdi olur. Qorxmazdı da, mərd bir insanıdır və onu saxlamaq mümkün deyildi. Əsas onun demək Xocalıların çıxarılmasında çox güclü hərəkətləri vardı. Yox, böyük şəxsiyyət idi o adam. Yəni öz balalarına nətər yanaşıb, ətrafında olan insanlara da elə yanaşıbdı. Yəni bizi heç kimdən seçməyibdi. Hamısının, yəni döyüşçülerimin hamısının öz balası kimi bilib, tanıyıb. Yəni ayrı seçkili eləməyib. Qələbi ilə getdi. Yəni o bir belə neçə dənə kəndi biz aldıq. Həmin günü də o şəhid oldu. Bugün burada Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun məzarı başında bir daha anladıq ki, qəhrəmanlıq tək döyüş meydanında göstərilən igidlik deyil. Bu həm də xalqına sədaqət, torpağına bağlılıq və son nəfəsə qədər mübarizədir. Onun ömür yolu Ağdam torpağında yazıldı. Adı isə tarixə çevrildi. Bu gün onun adı təkcə Ağdamın yaddaşında deyil, xalqın xatirəsində əbədi yaşayır. Ruhu sakitdir, çünki canını qurban verdiyi o torpaqlar azaddır, nəfəs alır. Elnur Tofiq, Elmin İsfəndiyarov, ASTV Xəbər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.